Buradan müsəlmanlara səslənirəm, belə deyim. Müsəlman ustalara və yaxud qeyri usta olmasın, başqa bir işlə məşğul olursa, məhsulunu paylaşır və arxa fonda mahnı qoyur. Hamımız bilirik ki, mahnı bu haramdır. Yəni bu illərim sən bunu bilə-bilə qoyursansa, mahnını bəzi elmdə zəif olan, yəni biz də güclü deyilik, amma hər halda bunu bilirik ki, bu haramdır. Bəzi onu bilməyən yeni iman edən müsəlmanlar düşünür ki, yəni bu bir müsəlman bu mahnı qoyursa, demək ki, mahnı halaldır. Yəni burada haram bir şey yoxdur. O da sənə baxır, o da mahnı qoyur. Çalışın, mahnı qoymayın. Siz düz deyə mahnı ilə daha çox izləyici gəlir. Mahnı ilə məhsulunu bəlkə də daha çox sata bilərsən. Amma onda bərəkət olacaqmı, olmayacaqmı bəlli deyil. Siz Allah rızası üçün bir şeydən keçsəz, Allah onu daha xeyrisi ilə əvəz eləyər. Ona görə nəfsinizə güc gəlin. Mənə də biraz çətin olur əslində. Amma çalışın mahnı qoymayın. Esselamu aleyküm.